Hər vaxtınız xeyir olsun, dədə balası. Necəsiniz, nə var, nə yox. Bugünkü videonu sizə təqdim edəndə düşündüm ki, nə mikrofondan, nə də fonda musiqidən istifadə eləməyəcəyəm. Özümü də göstərməyəcəyəm. Məni tanıyan tanıyır ki, Cənub bölgəsində bir nömrəli əmlakçıyam. Və sizə bir dənə elə bir ev göstərirəm. Niyə mikrofondan istifadə eləmirəm? İstəyirəm quşların səsində, yəni bir çoxları effekt verir bu videoya. Quş səslərinin effektindən istifadə edir. Amma hal-hazırda siz, bax sizə təqdim eləyəcəyim bu evdə real quşların səsi ilə elə bu evi izləyəcəksiniz. İzləməyə davam, sonda sizə evin qiymətini elan eləyəcəyəm. Sonda elan eləmirəm dostlar, elə indidən deyirəm 35.000 manata. 35.000 manata bütün əşyalarıyla bir yerdə sizə mən bu evi təqdim edirəm. Yəqin ki görürsünüz. Kondisionerdən belə var bu evdə. Hər cürə meyvə ağacları. Həyətdə arxada hovuzdan belə var. Quşların səsi gəlir də yəqin. Bu hovuzdur, düzdür, baxımsız qalıb. Sanitar qovşağı var həyətdə. Evin içində də sanitar qovşağı var. Quyu, su çəni. Və gəlincə də evin içinə daxil olaq. Cəmi cümlətana 35.000 manata bütün əşyalarıyla bir yerdə dostlar. 35.000 manat. Lənkəran şəhəri, Səpnəkaran kəndi. Daxil olur evin içinə. Lənkəranın Səpnəkaran kəndində. Gördüyünüz bütün əşyalar qalacaq. Bir dənə belə daxil olanda girişdə dəhliz, 2 otaq. Gördüyünüz bütün əşyalar bir daha deyirəm qalacaq dostlar. 35.000 manat. Sənədləri qaydasındadır, qanuni çıxarışı var.